Yeri gəlmişkən, aprel ayının 17-sində Çin Xalq Respublikası Azərbaycana yeni səfirini təyin etdi. Xanım Lu Mei və bu xanım həm BMT-də Çinin nümayəndəsi kimi fəaliyyət göstərib. Sonra Afrika ölkələrində fəaliyyət göstərib və nəzərə alsaq ki, Çinin bugün xarici siyasətinin prioritet, ən prioritet mən deyim, istiqamətlərindən biri məhz Afrika qitəsidir. Və bu qitədə xanım səfiri göndərib, peşəkar diplomatdır, təcrübəli diplomatdır və indi də Azərbaycana göndərisi, bu deməkdir ki, Azərbaycan da bizim üçün prioritet istiqamətdir və inanırıq ki, xanım Lu Mei'nin Azərbaycanda Çinin səfiri olaraq fəaliyyəti ikitərəfli münasibətlərimizin inkişafına böyük təkan verəcək və xüsusilə də Cənab Prezident Çində söylədi ki, mən Xi Jinpinglə çox yaxın insanlıq dostuq və eyni zamanda dövlətlərimiz dostdur və təbii ki, bu vəziyyətdə əsas iş nədir? Xalqlarımızı daha da bir-birinə yaxın etsin, evet. Onların dostluğunu daha da möhkəmləndirsin və xanım səfirin üzərinə bu məsələyə düşür və biz inanırıq ki, onun təcrübəsi, fəaliyyəti bütün bu məsələlərin öhdəsindən gəlməyə imkan verəcəkdir.